Biz dəlillə, sübutla dinin haqq olduğunu çatdırmağa çalışırıq. Bizim təbliğ metodumuz budur. Amma biz praktikliyini sübut eləyə bilmirik. Biz nəzəriyyə səviyyəsində qalırıq. Bir daha deyirəm, gənclərin qulağı kardır quru nəzəriyyə eşitməyə. Dünya od tutub yanır, musiqi sədası, eş, işrət, hay, küy. Sən də buradan dəlil gətirsən, mən haqqam. Deyir, Allah köməyin olsun. Sən haqq ol, mən getdim işimin dalıyca. Düz deyirsən, sən haqsan. Amma sənin haqq olmağın mənim bugünkü günümə nə faydası var? O göstərir də mənə, pis yaxşı budur. Biz də bu yandan dəlil, sübut gətiririk məntiqi ki, biz haqqıq, Allah belə, Peyğəmbər elə. Biz cazibəsini itirmişik dinin bu vasitə ilə. Biz bunu insanlara təlqin eləməliyik ki, ey insan, sən ehtiyaclısan. Sən ehtiyaclısan və sənin bütün ehtiyaclarının cavabı dindədir. İnsanlar bunu başa düşsə, təbliğə ehtiyac yoxdur. Azan veriləndə insan başa düşsün ki, mənim ehtiyacım var namaza. Onda qaça-qaça gedəcək. Yeməyə necə ehtiyacı var? Yeməyin faydalarından danışaq gəlin cəmaata. Yemək, ay cəmaat, yemək haqdır. Yeməyə ehtiyacını başa düşüb, dadını çıxardır. Kilometrlə yol gedirlər ki, orada nə dəvə qutabı verirlər, burada nə bilim nə qutabı. Niyə? Ehtiyacını hiss eləyib, ləzzətini dadır. Kim indiyəcən dəlil sübutla yemək yeyib? Dəlil sübut, mən sənə dəlil gətirirəm, sən yemək yeməlisən. Hərdən soruşurlar ki, Allahın bizim namazımıza nəyə ehtiyacı var? Bilirsiniz, bu sual niyə görə doğur? Ona görə ki, biz səhv təbliğ eləmişik. Biz o qədər demişik ki, namaz qılmaq lazımdır, vacibdir. Bu sözləri o qədər demişik. Biz bundan başlamalıyıq ki, namaz qılmaq sənin ruhi ehtiyacındır. Havadan, sudan daha artıq möhtacsan namaza, dinə.